Salam əziz izləyicilərimiz. Bugün menyusu xırda kiftələrdən ibarət sup olacaq. İngredientlərimiz noxud, toyuğun döşədidir, soğandır, kartofdur, duz, istiot, göy sonda vurulacaq. Bir də sarı kök. Soğanı rəndələməklə başlayırıq. Soğanı rəndələdik. İndi suyunu sıxıb toyuğun döşədiyinə əlavə edəcəyik. Mən burada mikserdən keçirdim. Duz, tapısa bir çay kaşığı kadar istiot və yaxşıca yoğururuq. Əvvəlcədən su qoyuruq qaynamağa. Birbaşa qaynayan suya duz əlavə edirik. İsratlığımız noxudları qaynayan suyumuza əlavə edəcəyik. Noxudlar orada pişənədək biz də küftələri hazırlayacağıq. Hazırlanmış küftələri qaynanmış suya əlavə edəcəyik. Küftələri qaynayan suya əlavə edirik. Kökü xırda doğrayırıq. Köklərimizi doğradıq. Suya əlavə edəcəyik. Küftələrimiz qaynayır. Bura köklərimizi əlavə edəcəyik. Kartoflarımızı kubik şəklində doğrayıb gözləyəcəyik. Kartoflarımızı hazırladıq. Göyümüzü də doğrayıb qırağa qoyacağıq. Yağın üzərinə tomat əlavə edirik. Tomat pastamızı əlavə edirik. Qoyuruq bişməyə. Küftələrimiz pişdi, kartoflarımızı əlavə edirik. Kartoflar əlavə olundu. Yeməyimiz hazırdır. Yeməyimizi qaba çəkirik. Nuş olsun.